Bismillahirrahmanirrahim. Əlbəttə, mındı sırav bilən məşidlərə müracaət etüşlərimiz var. Şəriətimiz boyunca, dinimiz boyunca niçik ibadət qılu, niçik əməl qılu barsa da təğayin yazılğan. Əlbəttə, kimdə kim əligə namaz ibadətin öz vaxtında başqara almayıkən, əligə namazga basmağan ikən, mənim urazam qabul bulamı deyib bir küp sıravlar bilən müracaət etələr. Əlbəttə, inşallah qabul bula. Allah Rabbimiz inşallah kabul kılar. Çünkü her bir amel için, her bir gıybet için biz Allah Rabbimiz aldığında ayrım cevap veririz. Biz her birimiz de biliriz. Üstümüzde bulgan 5 farız amel var. 5 farız amelinin birincisi iman kelimesi. Yani la ilahe illallah Muhammed Resulullah diyen iman kelimesini eytü. Ya ise eşhedü en la ilahe illallah, eşhedü enne Muhammeden abduhu ve resuluh beytü. İstimizdəki ikinci gıybədət, ikinci farız əməl ol da bulsa, kingə 5 vakit namaz gıybədətin tırğızı. Aldağısı əzizdin kardeşlerim, ol da bulsa, şərif Ramazan ayında bir ay uraza tutu. Dörtüncüsü cəməət, ol da bulsa, haç səfəri qılu. Beşincisi, mümkünlüğü bulsa, akşası bulsa, malı, mülkəti bulsa, zəkat malı çıqaru. Bu əməllər için biz, hər birimiz də cəməət ayrım cavab verəcək biz. Namazımız için ayrım, urazamız için ayrım cavab verəbiz. Şuna görə, əli kimlərdir? Namaz gıybədətinə basmağanlar ikən, indi uraza tutarğa mümkünlükləri, sələmətlikləri var ikən, biz uraza tuta başlasaq, inşallah sevaplarga erişir biz. Allah Rabbimiz tutqan urazalarımızını kabul kılıb, əcir sevaplarına erişirgə nasiblardan kılsın. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.